Maddə natrium HPO4, H2PO4 verib, hidroliz və dissosiasiya mərhələlərini soruşur bizdən. Gəlin baxaq. Natrium dihidroortofosfatdır ad olaraq H2PO4. Deməli, hidroliz HOH ilə birinci mərhələ. Burada nə olacaq? Natrium OH olacaq. Hidroksid bir dənə natrium, bir də H3PO4. Yəni, bu bir mərhələdir. Bundan o tərəfi yoxdur. Yəni, X-ımız 1-dir. Çünki artıq dihidrodur. Və dissosiasiya necə olacaq? Natrium dihidroortofosfatın dissosiasiyası. Birinci mərhələ. Metal birbaşa çıxır. H2PO4 dihidroortofosfat ionu mənfi. Sonra H2PO4 mənfi ionu keçir ikinci mərhələyə. H müsbət, HPO4 2 mənfi. Sonra HPO4 2 mənfi gedir dissosiasiyaya. H müsbət üstə gəl, PO4 3 mənfi. Bu da olacaq 3 mərhələ. X1, Y3 cavabımız C variantı.